Uşaq dərsi qavramırsa, bunun günahı səndədir. Sənin uşağın tənbəl deyil. Sən uşağını düzgün yetişdirmirsən. Uşaq dərsi qavramır, sən onu məşğəliyə, müəllim yanına göndərsən. Bu uşağın beynini inkişaf elətdir. İnkişaf elətdirməsən, sən onu nə qədər hazırlığa göndərsən göndər, xeyri yoxdur. O uşaq o dərsi başa düşməyəcək. Sən daş başa salassan, olal dinməz durub key kimi sənə baxacaq. Çünki uşağın beyni inkişaf eləmir. Uşaqlarda 2 yaşından sonra beyin inkişafı başlayır, qavraması artır. Uşaqlara o yaşda balıq yağı, DH, PH, D vitamini vermək lazımdır. Hansıları ekrandakı ağraya toxun. Qırmızı olsun, ətraflı izah edin. Mənim sizə tövsiyəm İzif iş oil balıq yağıdır. Niye izif iş oil balıq yağı? Çünki bu balıq yağı jelatin formasında, beləncində tabletka şəklində deyək də, qəti balıq dadı verməyən, meyvə dadı verməyən beləncində jelatinlərdir. Yəni siz bunu uşağa verəsiniz, uşaq sonra gəlib sizdən özü istəyəcək ki, o nə idi mənə verdi, nə yeməli bir şey idi. İstifadə edildiyi zaman uşağın yaddaşın, diqqətin artırır, beyin inkişafını dəstəkləyir, ürək-damar sistemin yaxşılaşdırır, boy artımını dəstəkləyir, sümüklərin gücləndirir. Bir sözlə də qavramasını artırır. Hele ilk gündən faydasını görəsiniz ki, uşağınız necə dərslərinə odaqlanır. Ən əsası da rahatlıqla. Balıq yağı dadı gəlmir, uşaqlar özləri istəyirlər. Sirop halında deyil, oksidləşmir. Eyni keyfiyyət axıra qədər davam edir. Ölkənin bütün apteklərində əl satandır. Olmasa əczaçılarımızdan xahiş edin, zakas verib gətirsinlər. Bu cür faydalı videoların davamı üçün məni mütləq takip edin ki, sağlamlığınızın qeydinə qalan əczaçınız balıqlarla hər zaman sağlam qalasınız.